Sual belədir. Qardaşlar, bir məsciddə cümə namazından əvvəl 4 rəkət sünnət qılan imama deyiblər ki, cümədən qabaq sünnət qılınmır. Amma o imam deyib ki, İmam Şafiidən dəlil var. İndi bilmək istəyirik, səhihdirmi? Cavab odur ki, cümə namazının əvvəl sünnəti yoxdur. Cümə namazının əvvəl sünnəti yoxdur əsla. Hətta o desə ki, İmam Şafiidən var, gətirsin, göstərsin. Bu birinci məsələ. İkinci məsələyə gəldikdə, ümumiyyətlə ibadət növləri təvqifiyyədir. Nə demək təvqifiyyə? Hər kəs ibadətdə durmalıdır. Yəni, ibadətin əsli haramdır. İbadətin əsli haramdır, ta onun ibadət olmağına dəlil gələnə kimi. Bunu bir misal çəkəcəm ki, daha da geniş anlaşılsın. Məsələ, bir adam desə ki, cümə namazını biz 7 rəkət qılmaq istəyirik. Cümənin 2 rəkətini biz 7 rəkət qılmaq istəyirik. Biz ona deyirik ki, bu haramdır. Bu haramdır, çünki onun 7 rəkət qılmağına dəlil yoxdur. Bir adam deyir ki, mən 6-cı fərz əlavə eləmək istəyirəm. Əsrlə məğribin arasında 3 rəkət və yaxud da 4 rəkət fərz istəyirəm ki, qılam həmişə davamlı şəkildə. Biz ona deyirik ki, sənin etdiyin bu ibadət haramdır. Çünki bu ibadətə dəlil yoxdur. Etdiyin bu ibadətə dəlil yoxdur. Ona görə elm əhli deyir ki, ibadətin əsli haramdır, ta onun ibadət olmağına subut olana kimi, dəlil gətirilənə kimi. Və bu baxımdan da deyirik ki, Peyğəmbər sallallahu aleyhi və səlləmlə cümə namazının əvvəl 4 rəkət sünnətinə dair dəlil yoxdur. Kim iddia edirsə, onu subut eləməlidir. Nə Peyğəmbər sallallahu aleyhi və səlləm, nə Əbu Bakır, nə Umar, nə Osman, nə Əli radiyallahu anhum əcməin heç biri cümə namazından əvvəl 4 rəkət sünnət qılmayıb. Cümə namazından qabaq məscid sünnəti var, əzən sünnəti var. Elm əhli deyir ki, əzan veriləndə qalxıb əzən sünnəti qıla bilər, məscid sünnəti qıla bilər və cümə namazından sonra isə 4 rəkət sünnə var. Kim evində qılsa 2 rəkət qılır, kim məsciddə qılsa 4 rəkət qılır. Sünnədə varid olan budur. Ona görə kimlər iddia edirsə ki, cümə namazının əvvəlindən 4 rəkət sünnət var, onların bunu subut eləyəsi heç bir səhih hədisi yoxdur. İxlasla.com saytı tərəfindən təqdim olundu.